Dünənki leysan yağış saçımı özü şəkilləndirdiyi üçün bugün yenidən ütüləmədim. Bilmirəm sizdə də belədir ya yox, saçıma damcı dəyən kimi saçım burulur. Hər nəysə, vloquma xoş gəldiniz. Demişdim axı, çalışacağam ki, biraz tez-tez vloq çəkim, çünki gələn il bu universitetdə olmayacağıq. Sonra görürəm ki, yeni il ağacımız bar verib və universitetə yollanıram. Getməzdən əvvəl çay da alıram ki, yuxarıda içərəm. Nə yalan deyim, çaydan heç vaxt çay dadı gəlmir. Elə bil 10 qəpiyə qaynar su içirik, amma nəticədə 10 qəpi idi, eybi yox. Elə bilirdim gecikəcəm, amma yanlışlıqla tez çatdım. Ona görə digər qrupun otağı tərk etməyini gözləyirik. Burada da şirniyyat baylayıram. Həqiqətən illər o qədər tez gəlib keçir ki, yəni dünən elə bil 1-ci kurs idim və artıq universiteti bitiririk. Axşam dərsdən çıxandan sonra Aysu ilə Qutumutuya yollandıq ki, görək hansı yeni il aksesuarları gəlib. Düzünü desəm biraz xəyal qırıqlığına uğradıq, çünki almağa heç nə tapmadıq. Maraqlı bir şey yox idi. Qəribə əşyalar var idi. Evə gələndən sonra çox dadlı yemək hazırlayıram. Daha doğrusu anam artıq hazırlayıb, mən lavaşa bükürəm. Evdə hazırlanan twister KFC-dəkindən qat-qat əladır. Yeməyimi yeyib makyajımı silirəm və şkafımı yığışdırıram, çünki artıq yatmaq vaxtıdır. Yəni TikToka baxacağam. İzlədiyiniz üçün təşəkkürlər. Sağ olun.